AB 2 rəqəmi ədədinin öz rəqəmləri cəminə böldükdə natılan qismətdə 6, qalıqda isə 5 alınır. AB hasilini tapaq uşaqlar. AB üstdən xəttir. Demək, bölübdür öz rəqəmləri cəminə. B təhdidi alınlığıdır. Aynən B-nin cəminə böldüm. Natılan qismətdə 6, qalıqda isə 5 qalır. Bilməlisən, burada qalıq bölmənin xassəsi bölünən, bölən, natılan qismət və qalıq. Bölünəni tapmaq üçün uşaqlar, böləni natılan qismətə vuracaqsan, yəni bərabərliyin solunu sağına vurursan və üzərinə qalığı əlavə etməlisən. Gəl dediyimizi yazaq. Demək, AB üstdən xətt bərabərdir. A üstə gəl B-ni vuracağam 6-ya, üzərinə qalığı, yəni 5-i əlavə edəcəyəm. AB üstdən xətt uşaqlar 2 rəqəm ədəddir. Açılışı sənə verəcək 10A üstə gəl B bərabər A üstə gəl B vurulsun 6, üzərinə 5 əlavə etdim. 10A üstə gəl B bərabərdir. 6-ya vurub açsaq, 6A üstə gəl 6B üstə gəl 5. Uşaqlar, eyni hərfin yanına atsam, 10 açıq 6A 4A verəcək. 4A bərabərdir. B-ni atdıq bu tərəfə 5B üstə gəl 5. Gəlin B-ni təhliyyə uşaqlar. 4A çıxılsın 5 bərabər 5B-yə. 4A çıxılsın 5 bölünsün 5 bərabər B oldu. Niyə A-nı təhləmədim? Niyə B-ni təhlədim uşaqlar? Bu da sənin üçün vaxt qazandıran bir nüansdır. A-nı təhləsəm nə baş verərdim? 4A bərabərdir. Qoy gözə gəlimli olsun. 4A bərabərdir. Nəyə? 5B üstə gəl 5-ə, düzdür? Bunu atırsam bu tərəfə də. Və buradan 4A-nı tapdın. Artıq A-nı tapmaq üçün necəsən? Hər dəfə 4-ə böləcəksən. Biri var 4-ə bölünmə əlamətini yoxlayasan. Biri var 5-ə bölünmə əlamətini yoxlayasan. Təbii ki, 5-ə bölünmə əlaməti daha rahatdır. Onun üçün uşaqlar biz bu hissəni yoxlamadıq. Yəni mən burada B-ni təhlədim ki, axıra gəlib 5-ə bölüm. 5-ə bölünmə əlamətindən istifadə edeyim. İmeni onun üçün 5-ə B-ni daha doğrusu təhlədim. Yəni 5-ə bölmədən istifadə edəcəyəm. Burada artıq yerinə qiymət qoymada fərqli bir şey yoxdur. A-nın yerinə qiymətləri qoyacaqsan. Hansı qiymətləri qoya bilərsən A-nın yerinə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəm qoya bilərsən ancaq. 4-ü 1-ə vurana 4, 4-dən 5-in çıxana -1 eləyir. Tullar natural deyil. Həmin 5-ə tam bölünmür. 2-ni 4-ə vursan 8, 8-dən 5-i çıxanda 3, 3 5-ə tam bölünmür. 3 vur 4, 12, 12-dən 5-i çıxanda 7, 7 5-ə tam bölünmür. 4 vur 4, 16, 16-dan 5-in çıxanda 11, 11 5-ə tam bölünmür. 5 vur 4 daha doğrusu. 20, 20-dən 5-in çıxanda 15, 15 5-ə tam bölünür. A-nın yenə 5 qoyar zaman 15 bölü 5, B-nin cavabına 3 qalır. Digərləri uşaqlar bölünməyəcək, özünüz yoxlaya bilərsiniz. Bizim AB hasilini istəyir. Cavab olacaq 3 vurulsun 5, 15 Y bəndi. Maraqlı bir sual.